Əziz ağsaqqallarımız, ağbiseylərimiz, hörmətli nənə və babalarımız. Dərin bir nəfəs alın, çünki bugün sizə danışacağım xəbərlər deməli bir daha göstərir ki, dövlətimiz bu ağır yükü çiyinlərində daşıyan yaşlılarımıza necə bir diqqət göstərir. Təqaüdlərinizlə bağlı dəhşətli xəbərlər gəzir. Elə xəbərlər ki, adamın qanını qaraldır, ürəyini sıxır. Bəzilərinizin artıq bu şayiələri eşitdiyinə əminəm. Amma gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. Hüquqi baxımdan nə baş verdiyini, sizlərin nəyin gözlədiyini və ən əsası bu vəziyyətdən necə çıxacağımızı danışaq. Yəqin ki, dünəndən bəri qulağınıza çatıb xəbərlər gəzir ki, Dövlət Sosial Müdafiə Fondundan, yəni qısaca desək, DSMF-dən daxili, amma çox ciddi bir sərəncam çıxıbmış. Sərəncamın nömrəsi də deyilənlərə görə 412B imiş. Bu sərəncama əsasən 50 manatdan yuxarı əlavə təqaüd alan hər kəs, bəli, düz eşitdiniz, hər kəs gələn aydan etibarən bu əlavədən məhrum ola bilər. Bəhanə nədir bəs? Deyirlər ki, məlumat bazasında səhv aşkarlanıb. Gözünüz aydın olsun. Ömrünüzü bu dövlətə, bu cəmiyyətə həsr etmişsiniz. İllərlə tər tökmüş, zəhmət çəkmişsiniz. Bu ölkənin hər daşında, hər kərpicində sizin əməyinizin izi var. Yaddadırmı o çətin illər, o acı günlər, soyuq qışlar? Necə böyük bir ailəni, qohum-əqrəbanı bir araya yırdınız, dolandırdınız, övladlarınızı böyütdünüz, tərbiyə etdiniz, vətənə layiqli vətəndaşlar yetişdirdiniz. İndi isə sizin alın tərinizlə qazandığınız, bəlkə də dərmanınızın, çörəyinizin pulu olan bu 50 manat, üstəgəl digər qəpik quruşu belə asanlıqla məlumat bazasındakı səhv adı altında əlinizdən almaq istəyirlər. Mən inanıram ki, burada oturan hər bir ağsaqqal, hər bir ağbilsək öz həyatında bu dövlətə, bu cəmiyyətə nələr bəxş etdiyini, hansı fədakarlıqlara getdiyini, hansı çətinliklərlə üzləşdiyini xatırlayır. Necə oldu ki, o zamanlar heç bir səhv yox idi, indi hər şey düzələndə, rahatlıq tapanda birdən-birə bu səhv üzə çıxdı? Bu sadəcə hüquqi bir məsələ deyil, bu ləyaqət məsələsidir, sizin haqqınızdır. Mənə maraqlıdır, bu səhv sizin cibinizdəki pulun sayını azaldanda niyə üzə çıxmır, yalnız artanda yada düşür? Əgər siz də bu cür ədalətsizliklə özləşmisinizsə, əgər siz də illərlə çəkdiyiniz zəhmətin, indi belə yersiz bəhanələrlə əlinizdən alınmasına qəzəblənirsinizsə, lütfən aşağıdakı şərhlər bölməsinə nə vaxtdan təqaüd aldığınızı, neçə illik stajınızın olduğunu və bu vəziyyətdə nə düşündüyümüzü yazın. Qoy hər kəs görsün ki, biz tək deyilik. Əzizlərim, bu kimi önəmli xəbərləri, hüquqi məsləhətləri qaçırmamaq, öz hüquqlarınızı bilmək və dövlət qurumları ilə necə danışacağınızı öyrənmək üçün mütləq kanalımıza abunə olun. Çünki qarşıda sizi qoruyacaq daha çox məlumat var. Mən sizə söz verirəm ki, sizi tək qoymayacağam. Bəs bu vəziyyət əvvəllər necə idi? Yadınıza gəlirmi, bir vaxtlar təqaüd sistemi daha sadə idi? Bəli, bəlkə də məbləğlər indiki kimi yüksək deyildi. Amma bu qədər bürokratik əngəllər, bu qədər məlumat bazası səhvləri yox idi. Hər şey daha şəffaf idi, sənədləşmə daha asan idi. Əgər bir səhv olurdusa, onu düzəltmək üçün aylarla qapı-qapı düşmək lazım gəlmirdi. Nənələrimiz, babalarımız rayonlardan Bakıya, Bakıdan rayonlara gedib gəlməyə məcbur qalmırdılar. İndi isə hər şey mürəkkəbləşib. DSMF demək olar ki, hər il yeni bir qayda, yeni bir sərəncam çıxarır. Amma bu dəyişikliklərin əksəriyyəti təəssüf ki, təqaüdçülərin vəziyyətini yaxşılaşdırmaqdan çox onların həyatını daha da çətinləşdirir. Təqaüd fondunun məqsədi vətəndaşları sosial cəhddən müdafiə etmək deyilmi? Bəs niyə belə olur ki, fondun əsas işi pul kəsmək, yoxlamaq, tələb etmək, insanları narahat etmək olur? Bu mənim ağlıma batmır. Bu hüquqşünas kimi mənə tamamilə yaddır. Mənim anlayışıma görə dövlət öz vətəndaşına, xüsusən də yaşlı vətəndaşına sahib çıxmalı, onun yükünü yüngülləşdirməlidir, nəinki daha da ağırlaşdırmalıdır. Onsuz da övladları Bakıda, Rusiyada, Türkiyədə çörək pulu qazanan, tək-tənha rayonlarda, kəndlərdə qalan, hər gün yol puluna, kommunal xərclərinə, dərman puluna qənaət edən minlərlə yaşlımız var. Onlar illərlə işləyib vətənə xidmət ediblər. Bugün isə minimal ehtiyaclarını qarşılamaq üçün belə əziyyət çəkirlər. Bu vəziyyət sadəcə hüquqi yox, həm də mənəvi bir problemdir. İndi gəlin baxaq bu yeni sərəncam hansı kateqoriyadan olan təqaüdçülərə təsir edə bilər. Düşünün, əgər siz illər öncə əlilliyə görə, yaxud hansısa xüsusi xidmətə görə əlavə təqaüd almışdınızsa və ya uzun illər kənd təsərrüfatında, müəllimlikdə, həkimlikdə çalışdığınız üçün pensiyanıza biraz əlavə pul verilirdisə, indi həmin əlavələr səhv adı altında geri alınma riski ilə üz-üzədir. Deyirlər ki, yoxlamalar rayonlardan başlayacaq. Niyə məhz rayonlardan?
Çünki bilirlər ki, Bakıda yaşayanlar nisbətən daha məlumatlıdır, daha çevikdir. Rayonlarda yaşayan qocaman zəhmətkeş ağsaqqallarımız, ağbirçəklərimiz isə informasiyadan uzaqdır. Bəzi yaşlılarımız telefonla belə çətinliklə danışırlar, internetlə işləməyi bilmirlər. Bilirlər ki, yaşlı insanlarımızın sağlamlığı o qədər də yaxşı deyil, gedib gəlməyə çətinlik çəkirlər, xəstəlikləri var. Bəlkə də bir nənəmiz var, yaşı 80-ni keçib, qanı təzyiqlidir, şəkəri var, kənd yerində yaşayır, uşaqları uzaqdadır. O, hər ay o əlavə 50-60 manata dərman alır, çörək alır, nəvələrinə bir şirniyyat alır. İndi gərək o nənə, o baba öz xəstəliyi ilə soyuqda, yağışda DSMF-in qapısına düşsün, ardınca icra hakimiyyətinə getsin, oradan sənəd alsın. Bu sadəcə məntiqsizlikdir, bu qəddarlıqdır. Bəs kimə əlavə verilir? Əlavə verilmək, təqaüdün artırılması haqqında danışanda isə birdən-birə hamısı susur. Artım olurmu? Bəli, ildə bir dəfə, adətən çox cüzi. İnflyasiyanı belə qarşılamayan bir artım. Və bu artım da əksər hallarda o qədər cüzi olur ki, təqaüdçülərimiz demək olar ki, hiss etmirlər. Məsələn, bir ay 50 manat dərman alırsansa, təqaüdün 5 manat artırılsa nə dəyişir? Heç nə. Sadəcə bəzi kateqoriyadan olan təqaüdçülərimiz var ki, onların təqaüdü dövlət proqramları çərçivəsində artırılır. Amma bu da əksər hallarda çox spesifik, xüsusi hallara aid olur. Adətən bu, illər öncə qoyulmuş bir qayda olur. Məsələn, fəxri at sahiblərinə və ya müharibə veteranlarına müəyyən əlavələr verilir. Amma bu da elə bir artım deyil ki, insanların həyat keyfiyyətini kökündən dəyişsin. Əksinə, belə xəbərlər gəldikcə hər kəs qorxu içində yaşayır. Sabah nə kəsəcəklər, nə əlavə sənəd istəyəcəklər, bilmirlər. Bu sadəcə insanları stresdə saxlamaqdır, onları narahat etməkdir. Bəzən düşünürəm, bu yaşlı insanlarımız bu qədər zəhmət çəkib bu ölkəni qurublar, indi isə onlara münasibət belə olmamalıdır. Bir qocaman müəlliməni təsəvvür edin, 40 ilin müəlliməsi neçə-neçə nəsil yetişdirib. İndi yaşı 75-i keçib, dərmanlara ehtiyacı var, gözləri yaxşı görmür. Hər ay aldığı bəlkə də 300 manat təqaüddən 50 manatı kəsilsə, nə qədər çətinliyə düşəcək. Ya da kənddə yaşayan bir fermeri düşünün. Ömrünü torpağa verib, ailəsinə, ölkəsinə çörək qazandırıb. İndi nəvələri Bakıda, xaricdə işləyir. Onlara da kömək etmək istəyir, amma özünə gücü çatmır. O, hər ay o əlavə pulla bəlkə də 1 kilo ət alır, ya da qızdırmalı nəvəsinə dərman. Mən bu insanları tanıyıram, onların dərdlərini bilirəm. Mənə elə gəlir ki, bu səhv deyil. Bu məqsədli şəkildə edilən bir addımdır ki, dövlət büdcəsinə qənaət edilsin. Amma kimin hesabına? Sizin. Ömrünü bu dövlətə verən insanların hesabına. Mən bunu qəbul edə bilmərəm. Bir hüquqşünas kimi, bir vətəndaş kimi qəbul edə bilmərəm. Bu ədalətsizlikdir. Bu ağsaqqala, ağbirçəyə hörmətsizlikdir. Siz də bu kimi hadisələrlə qarşılaşmısınızsa, əgər sizin də təqaüdünüzlə bağlı hansısa haqsızlıq olubsa, əlavə pullarınız kəsilibsə, lütfən şərhlərdə yazın. Biz sizin səsiniz olaq. Bəlkə də sizin təcrübəniz başqalarına da kömək edər. Onların da hüquqlarını qorumağa yardımcı olar. Bəs bu vəziyyətdə necə çıxmaq lazımdır? Əzizlərim, ilk növbədə panikaya düşməyin. Bəli, xəbər narahat edicidir, amma biz sakit və ağıllı hərəkət etməliyik. Birincisi, deyilənlərə görə yoxlamalar başlayacaq və sizdən icra hakimiyyətindən 15-nə qədər arayış gətirməyiniz tələb olunacaq. Əgər sizə hələ rəsmi bir məktub gəlməyibsə, tələsməyin. Amma gəlsə, vaxt itirmədən həmin arayışı almaq üçün icra hakimiyyətinin müvafiq şöbəsinə müraciət edin. Unutmayın, bu arayış sizə verilən əlavələrin qanuniliyini təsdiq edəcək bir sənəd olmalıdır. Bu, sizin üçün əlavə bir bürokratik yükdür, amma təəssüf ki, hazırda bu sənədi təqdim etmək məcburiyyətindəsiniz. Əgər hər hansı bir çətinliklə qarşılarsanız, icra hakimiyyətindən bu sənədi almaqda problem yaşasanız, bizə yazın. İkincisi, əgər sizin əlavə təqaüdünüz kəsilərsə, heç bir halda buna razı olmayın. Bu, sizin haqqınızdır. DSMF-ə yazılı şəkildə müraciət edin. Müraciətdə nəyə görə kəsildiyini, hansı səhvə görə kəsildiyini dəqiq şəkildə izah etmələrini tələb edin. Onların sizə verəcəyi cavabda qanunvericiliyin hansı bəndinə əsaslandıqlarını soruşun. Unutmayın, daxili sərəncamlar əgər qanuna ziddirsə etibarsızdır. Onlar heç bir qanuni əsası olmayan sərəncamla sizin haqqınızı kəsə bilməzlər. Üçüncüsü, bütün sənədlərinizi, o cümlədən təqaüdə çıxdığınız zaman aldığınız qərarları, əlavələr haqqında sənədləri, əmək kitabsanızı, hər şeyi əlinizin altında saxlayın. Əgər DSMF sizin müraciətinizə qanuni cavab verməzsə və ya cavab sizi qane etməzsə, məhkəməyə müraciət etməkdən çəkinməyin.
Bəli, bilirəm. Məhkəmə prosesi çətin və uzun ola bilər. Amma bəzən öz haqqını müdafiə etmək üçün son çarə budur. Bizim köməyimizə ehtiyacınız olarsa, bizimlə əlaqə saxlayın. Dördüncüsü, qohum-əqrəba arasında məlumat mübadiləsi edin. Rayonlarda, kəndlərdə yaşayan tanışlarınız varsa, onlara bu barədə məlumat verin. Bəlkə də yaşlı bir qohumunuz var ki, bu xəbərdən hələ məlumatsızdır. Ona kömək edin. Bu videonu onunla paylaşın. Unutmayın, gücümüz birliyimizdədir. Əziz ağsaqqallarımız, ağböçəklərimiz, bu vəziyyətə tək deyilsiniz. Mən bir hüquqşünas olaraq sizin yanınızdayam və əlimdən gələni edəcəm ki, sizin hüquqlarınız müdafiə olunsun. Mən inanmıram ki, sizin illərlə çəkdiyiniz zəhmət, bu dövlətə verdiyiniz əmək belə bir məlumat bazasındakı səhv adı altında heçə sayıla bilər. Bu sadəcə qəbul edilməzdir. Ona görə də sizdən bir daha soruşmaq istəyirəm. Bu xəbərlərə inanırsınızmı? Həqiqətənmi pensiyalarınızı donduracaqlar və siz haqqınız olan əlavə pullardan məhrum olacaqsınız? Cavablarınızı şərhlərdə gözləyirəm. Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək.